avtomobillə bağlı bütün suallara bugün qonağım cavab verəcək. Qonağım kimdir? Tanıyırsınız. Dəfələrlə verilişimizdə qonaq olub və bugün də Instagram səhifəmizə, eləcə də mənim öz səhifəmə, onun səhifəsinə belə sualları ünvanlayırsınız ki, mütləq şəkildə avtomobillər üzrə ekspert, Tural Avtoservis 023-ün rəhbəri Tural bəy bu sualları cavablandırsın. Artıq qonağımızı tanıyırsınız. Tural bəy, xoş gördük sizi. Salam, xoş gördük sizdən. Çox sağ olun, sizi gördük, biz yaxşı olduq. Tək elə hər zaman yaxşı olun. O necə deyirlər, avtomobil alan, satan çox olsun, sizin də işiniz çox olsun. İnşallah ki, elə ilk sualıma başlayıram. İkinci əl avtomobilləri bugün doğrudan da gündəm olan məsələdir. Daha çox insan ikinci əl avtomobillərinə müraciət edirlər, alırlar. İkinci əl avtomobilində biz nədə yanılırıq, nəyi səhv edirik, nəyi elə yox, siz deyən kimi avtomobil mütəxəssisi, avtomobil eksperti olaraq sizdən soruşmaq lazımdır. Harada biz səhv edirik? Gözəl bir mövzuya toxunmusunuz. Deyirəm ki, bugünkü gündə Azərbaycanda hər kəsin yaralı bir yeridir. Avtomobil alarkən elədiyimiz səhvlər nədir? Birinci növbədə emosional olaraq avtomobili düzgün seçim etməyərək texniki baxışdan avtomobili yoxlatdırmırlar. Avtomobili yoxlamaq üçün alt işlə hissələrindən tutmuş elektronikasına qədər, yanma kamerasına qədər hamısı yoxlanmalıdır və kuzovun özü də yoxlanmalıdır. Azərbaycanda bəzi yerlər var ki, oraya gedib girirsiniz, görürsünüz ki, misal üçün bir şəxs əlində kraska vurur divarda. Deyirsən ki, qardaş, maşını yoxlatdırmağa gəlmişəm. Deyir, nə lazım? Deyirsən ki, elektrik deyil, deyəm, mən eləyəcəm. Oradan düşür pilləkəndən gəlir başlayır maşın elektrik işlərini görməyə. Xeyr, elə deyil əslində. Yəni bir insan bir avtomobildə bütün bir işi görəcək bir deyim yoxdur. Avtomobil alarkən və satarkən kuzovun özü yoxlanmalıdır ayrıca. Elektron və mexaniki şəkildə yoxlanmalıdır ki, aldanmayasınız. Maşını alanda odurlar, satanda yox. Alanda odurlar, yoxlatdırırsan, keyfiyyətli maşın alırsan və aldanmış olursan. Təşəkkürdə bu dəyərli məsləhətləri dinləyin. Siz də elə belə hərəkət edin ki, sabahları aldanmış olmayasınız. İkinci əl maşınları, əlim yandı maşınları ən çox rast gəlinən, bizə də ən çox ünvanlanan sual. Qəza görmüş avtomobilləri necə gizlədirlər? Bəs bunu necə üzə çıxarmaq olar və bu maşınları necə deyim sizə? Yəni həqiqətən də mənim öz başıma belə gəlib. Yəni qəza görmüş maşın olub, bəlkə bir 5 dənə usta aparmışım, yoxlatdırmışım. Heç biri bunu yəni tapmayıb. Sonra təsadüfi haldan artıq 2-3 il keçəndən sonra doğrudan da üzə çıxdı ki, bu maşın qəza görüb. Yəni bu necə gizlədirlər? Amma bunu da ustalar gizlədir də. Bu düzgündürmü? Artıq Azərbaycanda bugünkü gündə elə gözəl professional ustalarımız var ki, maşallah olsun. Yanına gedirsiniz, əzilmiş bir maşını elə gözəl düzəldib verirlər ki, heç kim bilmir ki, bu maşının sizdən əvvəl hər hansısa bir zərər çəkən dəyişilən detallar var. Ən çox olaraq avtomobildə niyə görə ilk öncə olan problemlər görünmür? Bunların görünməməsi səbəbi ondan ibarətdir ki, bez kraska, dəymiş ziyan əziklər çıxarılır, iki detalı cəm şəklində dəyişirlər. Detal kraskaya girmir, başqa bir detaldan əvəz olunur. Onu tapmaq üçün bağlanan botların özündən, izlərindən bilmək olar. Elektron problemlər var ki, onlar bəzən hallarda görünmür. O gedib gələn elektron problemlərdir. Məsələn, maşın yaxınlaşıb çəkənci işarəsi yanır. Maşın sahibi deyir ki, ayda bir dəfə yanır. Bir gün silirəm, 20 gündən sonra bir yanır. Bax, o cür problemləri elektron cihazı ilə yoxlanılanda, avtodiaqnostika vasitəsilə yoxlananda da çətinlik baş verir. Yoxlamaq olmur. Sizin belə aid edə bilməyəcəyiniz, məsələn, elə bir maşın var ki, deyə bilərsiniz ki, mənim də gözümdən qaçdı. Həqiqətən də bu qəza görmüş, vurulmuş maşın idi. Mənim də gözümdən bu qaçdı. Belə bir məqam olubmu? Yəni ən peşəkar ustanın belə gözündən nəsə qaça bilər mi? Ola bilər. Səhvsiz insan yoxdur. Hər birimiz edə bilərik. Mən də səhv edə bilərəm. Bu normaldır. Avtomobil alarkən və satarkən tək bir ustadan deyil, bir neçə ustadan yoxlanışından keçilməlidir. Bir avtomobil eksperti kimi.